Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bu günləri sizdən yarın bölmə sınağına baxacağıq. 16-cı əsrə qədər mövzuları əhatə eləyir. Bundan əvvəl noyabr ayında paylaşmışdıq, o 12-ci əsrə qədər idi. Növbəti bu cür sınağı isə yanvar ayında paylaşacağıq. O da 19-cu əsrə qədər mövzuları əhatə eləyəcək. Ümumiyyətlə sınaq qrupumuza qatılmaq istəyənlər WhatsApp-da əlaqə saxlaya bilərlər. 050 337 72 97-dir mənim nömrəm, Dadaşov Tərlan. Ayda 9 dənə sınaq olur. Sınaqlar Google Formsdan təşkil olunur. Bir mövzuya aid olmur adətən, yəni bir neçə mövzunun cəmi formasında olur, 9 ədəd. 8-i hardaysa daha kiçik mövzuları əhatə edir. Misal üçün ərəb xilafəti və xürrəmlər hərəkatı ikisini bir yerdə əhatə edir. Amma bölmə sınaqları biraz daha ümumi olur. Bundan başqa sınaqların video izahları da bu formatda, yəni çox dəqiqliyi ilə izah edilir və verilir. Suallar da ki, sadə, orta, çətin olmaqla sertifikasiya imtahanına nəzərə alınaraq təşkil olunur. Müəllimlər çox soruşurlar ki, bu MİQ-ə uyğundurmu? Sertifikasiya qoy yazın bura. Bəli, yəni bütün sualların MİQ-ə uyğunluğu mümkün deyil də. Yəni bu zaten yorar insanı. Durub 50 dənə sualın hamısını MİQ-ə uyğun qoysan. Biz yoxlamaq məqsədi yox, bu öyrədici mahiyyət bir növ daşıyır. Ona görə də suallar sadə, orta və çətin olaraq qruplara ayrılır. İndi isə baxaq. Frank dövlətinin Bizans dövləti ilə oxşar ərəb xilafətindən fərqli xüsusiyyətini seçin. Frank dövləti Sasanilərlə mübarizə aparıbmı? Aparmayıbdır. Ona görə biri çıxırıq. Bir olan variantları da atırıq. Cənubi Qafqaza yürüş etmişdi. Frank dövləti Cənubi Qafqaza yürüş etməyibdi. İkini çıxırıq, 2 olan variantı da atırıq. İtaliyanın bir hissəsi özlərinə tabe etmişlər. Böyük Karlın vaxtında tabe eləyibdi. Eyni zamanda Bizans dövləti də Yunistinianın vaxtında tabe eləyibdi. Həmçinin bu onların ərəb xilafətindən fərqli xüsusiyyətidir. 3-ü götürəcəyik. Pirneya yarımadasında ərazilər ələ keçirmələri. Pirneya yarımadasında franklar da ərazi ələ keçiribdi. Bizansda Yunistinianın vaxtında ərazi ələ keçiribdi. O cümlədən ərəb xilafəti 711-dən sonra oranı tutmuşdu. Bu hər üçünə aid oxşar cəhətdir. Keçmiş Roma imperiyasının ərazisində yaranmaları, Frankın da ərazisi ora düşür, Bizansın da ərazisi Roma imperiyasının ərazisinə düşür, amma ərəb xilafətinki düşmür. Bu onlardan oxşar, ərəb xilafətindən isə fərqli xüsusiyyətidir. Cavab 3-5. Gördüyünüz kimi, yəni MİQ-ə yaxın olsun deyənə, yəni maksimum yaxınlaşdırdığımız suallar bax belədir. İndi 2 nömrəyə baxanda daha yaxşı anlayacaqsınız ki, yəni sualın cavabı məsələn çox asan kimi, sual kimi görünür, amma o qədər də asan deyil. Qaraqoyunlu dövlətindən fərqli olaraq Ağqoyunlu dövləti Oğuz türklərinin tarixi yazılmışdır. Bəli, orada Həsən padşahın göstərişi ilə yazılıbdır. Tamğa vergisi səngər və tacirlərdən alınmamışdır. Tamğa vergisi, yəni Monqol dövründən etibarən var, ta ki Təhmasibə qədər də mövcud olacaq. Orada Uzun Həsənlə bağlı bir məsələ var ki, ləğv etmək istəyir, o ayrı məsələ. Onun bura düzgün getməz o. Görkəmli alimləri himayə etmişdir. Yenə həmin dövr üçün həm Ağqoyunlular, həm Qaraqoyunlularda bu ümumi cəhətdir. Məsələn, Cahan Şahda da var ki, o elm və mədəniyyət xadimlərini himayə eləyirdi. Bu C-də yəni ki, olmaz, fərqli xüsusiyyət kimi. A variantını götürəcəyik. 1-ə sadəcə A olacaq. Digər variantları çıxırıq. Səfəvi dövləti. Səfəvi dövləti 1501-1736-cı illərdə mövcud olubdur. Qaraqoyunlu dövlətini isə yazaq 1410-1468. Çünki bu hissəsi çaşdırıcıdır. Ağqoyunlu dövləti ilə apardığı mübarizədə qalib gəlibmi? 1503-cü ildə mübarizə aparıb və Almabulağı döyüşündə qalib gəlibdir. Qaraqoyunlu dövləti isə Ağqoyunlu dövləti ilə yəni bir döyüş dövlət olaraq müharibəsi yoxdur. Ona görə bu fərqləndirir. Şirvanşahlar dövlətinə asılı hala salmışdırmı? Bu fərqli deyil. Çünki Səfəvilər də asılı hala salıb Şəh İsmayılın vaxtında. Qaraqoyunlular da 1412-ci ildə asılı vəziyyətdə salıblar. Davam eləyək. Şəki ərazisinə qoşun göndərilmişdir. Hər iki dövlət qoşun göndəribdir. Qaraqoyunlular 1409-cu ildə, Səfəvi dövləti isə deməli Şah İsmayılın vaxtında tabe edilmişdi. Həmin şimal bölgələri asılı vəziyyətə salınmışdı. Təhmasibin vaxtında da ümumiyyətlə oranı ləğv edib və birləşdiribdi dövlətə. Deməli, lakin burada fərqli cəhət Qaraqoyunlular Şəki ərazisinə qoşun göndərəndə dövlət deyildilər 1409-da. 1410-da Qaraqoyunlu dövləti yaranıbdı. Bu onu fərqləndirən xüsusiyyətdir. Cavabımız olacaq 1-ə A, 2-yə A, C. Üçüncü sual, Salarilər və Səlcuqlar Rəvadilərlə mübarizə aparmışlarmı? Salarilər, deməli, dövlət süqut eləyəndə, yəni Rəvadilər dövləti yarananda 981-də Salarilər dövlətinin ərazisində yaranıbdır. Ona görə də təbii olaraq bir-biri ilə mübarizə aparıblar. Eyni zamanda Səlcuqlarla da mübarizə aparıblar. Çünki 1054-də onların tabe edilməsi, sonra 1065-də onların ləğv olunması var. Buna görə də Səlcuqlarla da mübarizə aparmış sayılırlar. Düzgün cavab A olacaq. Slavyanların yürüşünə məruz qalmışdılar. Bu Səlcuqlar üçün keçərli deyil. Şirvanşahlardan asılı hala düşmüşdülər. Bu da yenə uyğun cavab deyil. Ərəb xilafətinə qalib gəlmişdilər.
Səlcuqlar ərəb xilafətinə qarşı mübarizə aparıblar, qalib gəliblər. Salarlərdə belə ifadə yoxdur. Gürcülərə məğlub olmuşdular. Xeyr, Gürcülərə qalib gəlmişdilər kimi ifadə olsaydı daha düzgün olardı. Ona görə cavab A variantı olmalıdır. 4-cü sual. Xəritədə ərazisi şıtrıqlənmiş dövlətə aid olan seçin. Deməli, ərazisi şıtrıqlanan dövlət Şirvanşahlar dövlətidir. Qeyd eləyək. Şirvanşahlar. Ağqoyunlu dövlətindən asılı hala düşmüşdür. Bu, belə bir məlumat yoxdur. Qaraqoyunlulardan asılı hala düşmüşdür desəydi ola bilərdi. Zabanı döyüşündə Şah İsmayıl tərəfindən məğlubiyyətə uğradılmışdır. 1500-də baş verən döyüşdə Şah deyildi. Hələ ki onun şeyxlik dövrü idi. Ona görə bunu çıxırıq. Eldənizlər dövlətinə bir dəfə olmaqla Şəmsəddin Eldənizin vaxtında birləşdirilmişdir. Yanlışdır. Qızıl Arslan da sonradan Axsistanı belə deyək, tabe edibdir. Qızıl Arslan. 14-cü əsrin ikinci yarısında Təbrizə yürüş etmişdirmi? Bu hadisələr Çavuşevin Çequbadın vaxtına düşür. 1345-1372-ci illərdə hakimiyyətdə olubdur həmin şəxs. Orada deyir ki, deməli, Şeyx Üveys 1367-ci ildə Şirvan ərazisini gəlib tabe edir və bunun da səbəbi Çavuşevin Çequbadın Təbrizə yürüşü idi. Bu da 14-cü əsrin ikinci yarısındakı hadisələrə düşür. Çünki həmin vaxt Şirvanşahlar Zəlarilər dövlətini tanımamışdı, onlara xərac verməmişdi. Yəni bu mübarizənin nəticəsi olaraq 1367 o da ora yürüş eləyir. Cavab D variantı. Teymur ilə ittifaqdan istifadə edərək nüfuzunu Şərqi Gürcüstana yaymışdır. Xeyr, çünki nüfuzunu Şərqi Gürcüstana yayanda 1407-ci ildə artıq Teymur ölmüşdü. 1405-də çünki ölübdü o. Onun ölümündən istifadə edərək öz nüfuzunu Şərqi Gürcüstana yayıbdı. O məğlub etdikdən sonra Teymurləri. 5. Haqqında verilmiş dövlətlər Xəzər xaqanlığının oxşar cəhətləri 4-cü əsrin 90-cı illərində meydana gəlmişdi. İmperiyanın ərazisində ilk dövrlərdə 3 qitədə yerləşirdi. Bu da təbii ki, Bizansdan söhbət gedir. 395 3 qitədə yerləşən. Azərbaycana sahib olmaq uğrunda mübarizə aparıbmı? Həm Xəzər xaqanlığı, həm də Bizans bu mübarizəni aparıbdı. Həm müharibələr var, həm də orada Cavanşirin vaxtındakı, Mehranililərin vaxtındakı hadisələr var. Ona görə götürə bilərik. Alban arşakiləri ilə mübarizə aparmaları, Alban arşakiləri ilə deməli Xəzər xaqanlığının oxşar cəhətləri. Alban arşakiləri 1-ci əsrdən 510-cu ilə qədər hakimiyyətdə olubdur, amma Xəzər xaqanlığı 7-ci əsrin ortalarında yarandığına görə Alban arşakilərini görə bilməz. Yəni bu istəsə də oxşar xüsusiyyət ola bilməz. Ərəblərə məğlub olmuşdular. Xəzər xaqanlığı ərəblərə məğlub olubdur. Məsələn, 737-dəki döyüşü nümunə çəkmək olar. Eyni zamanda Bizans da ərəblərə məğlub olubdur. 1-3 oxşardır. Peçeneglərlə mübarizə aparmışlar. Xəzər xaqanlığına Peçeneglərin yürüşü var, süqutuna yaxın. Bizans ərazisində də 1091-ci ildə Peçeneglərin imperiya ərazisinə gəlməsindən bəhs olunur. 1-3-4 oxşardır. Mehranilər sülaləsi ilə sülh müqaviləsinin imzalanması Xəzər xaqanlığı ilə Mehranilər arasında sülh var Cavanşirin vaxtında, amma Bizansla Mehranilərin arasında sülh müqaviləsindən bəhs olunmur. Diplomatik münasibətlər var, amma müqavilə yox. Ona görə cavab 1-3-4 olmalıdır bu sualda. Cahan Şahın Hülakü xandan fərqli Qazan xanı ilə oxşar cəhət sayıla bilər xüsusiyyəti. Deməli, köçəri feodallara arxalanmaları, burada deyək, Cahan Şahla Qazan xan yerli feodallara arxalanır, yerli. Hülakü xanla, lakin o Monqol canişinliyində olan Arqun ağa, bunlar köçərilərə arxalanırdı. Yəni bu ikisinin oxşarı köçəridir, bu ikisinin oxşarı yerlidir. İndi bizə deyir ki, Hülaküdən fərqli Qazan xanla oxşar olsun, yarımköçmə əmirlərə qarşı mübarizə aparmaları aparıblar. Köçəri feodallara arxalanmalarını dedik kimdir? Mərkəzləşdirmə siyasəti aparmaları Hülakü xanın özü də aparıbdı, ona görə olmaz. Yerli feodallara icazə kağızının verilməsi, Qaraqoyunlularda, Ağqoyunlularda bu xüsusiyyət yox idi. Ordu islahatının keçirilməsi Hülakü xandan fərqli Qazan xan ilə oxşar, bu da uyğun gəlməz ordu islahatı. 7. Məntiqi ardıcılığı tamamlayın. Cahanşahda ordu ilə bağlı məsələ var, amma digərlərinə uyğun gəlmir. Qutlub İltəriz xanın başçılığı ilə üsyanın baş verməsi, Çinlilərin məğlub olması, 682-ci ildəki hadisələrdən söhbət gedir və Ötkən şəhərinin yenidən paytaxta çevrilməsi düzdür. 2-ci Göytürk dövləti yaradılacaq. 1-ci Göytürk dövlətinin yaranması 552 bu hadisə ilə əlaqəsizdir. Böyük Hun dövlətinin bərpa edilməsi yanlışdır. Ağ Hun dövlətinin süquta uğradılması 567 yenə bu hadisə ilə əlaqəsizdir. Çin dövlətinin süqut etməsi bu da yanlışdır. Cavab C. 8. Xaslı dövlətlərini xəritəyə əsasən uyğunlaşdırın. Antioxiya, Tripoli, Qüds, Edessa qraflıqları verilibdir bizim üçün. Baxırıq variantlara. Variantlar yox, xəritə. Bu Qüds ərazisidir. Qüds. Səlcuqlarla mübahisənin getdiyi Mosul hakimi ilə bağlı olan məsələ, bax bu bir nömrədir. Orada Edessanı azad eləmişdi. Bunu yazırıq Edessa 1-ə. Edessa. Digər ərazilər Tripoli və Antioxiya da bura düşürdü. Antioxiya.
İndi uyğunlaşdıraq. 1-ə qarşısına da yazaq ki, A. 4-ə C. Variantlara baxaq. Səhv yazdıq. Edessa A-da yox, D-dədir. 1-ə D. 4-ə C. 2-yə A. Antioxiya. 3-ə isə qaldı C variant. 3-ə isə qaldı B. Tripoli. Xəritədə bu formadadır. 1 Edessa oldu. 2 Antioxiya oldu. 3 Tripoli. 4 Qüds. 1D, 2A, 3B, 4C. Digərlərini çıxardırıq. Sual biraz böyüdür. Xəritə böyüdür. Ekrana yerləşmir. Verilmiş fikirləri aid etmək olar. Şərq mədəniyyətinin təsirinə məruz qalmışdır. Eyni zamanda Cənubi Yunanıstanda mədəniyyətə böyük təsir etmişdir. Bu Krit mədəniyyətinə aiddir. Digərləri yanlışdır. Bu cümlə yəni sırf Kritə aiddir. 10. Mətndə bəhs olunan ərazini müəyyən etdikdən sonra tarixi biliklərinizə əsasən bəhs olunan yer haqqında düzgün olmayan fikir və ya fikirləri müəyyən edin. Mətnə baxırıq. Orta əsrlər dövründə bu ərazi Avropanın mədəni və iqtisadi cəhətdən ən inkişaf etmiş ərazisi idi. Burada müsəlmanlarla yanaşı xristian və yəhudilər yaşayırdılar. Xristian və yəhudilərin sərbəst şəkildə öz dini inanclarını, ayinlərini yerinə yetirmələrinə imkan verilirdi. 1. Deməli, bu ərazi təbii ki, Piriney yarımadasıdır. İspaniyadan söhbət gedir. Qeyd eləyək. İndi isə variantlara baxaq. 8-ci yüzilin ikinci yarısında burada ərəblər tərəfindən əmirlik yaradılmışdır. Doğru olmayan, düzgün olmayan fikri deyir. Ərəblər tərəfindən əmirlik burada 711, yəni oranı fəth etdikdən sonra yaranıbdır. Bu da 7-ci əsrin 8-ci yüzilin ikinci yarısına yox, birinci yarısına düşür. Ona görə 1 götürülməlidir. Yəni burada çaşıb Kordovanı götürməyin, Kordova xilafətini. Davam edək. Ərəblərin ələ keçirdiyi zamanlardan başlayaraq papalar bütün xristianlar və müsəlmanları buradan qovub çıxarmaq üçün xaçlı yürüşünə çağırırdılar. Bəli, Reconquista baxmayaraq ki 11-15-ci əsrlərdəndir, amma bu çağırış deməli yenə 8-ci yüzilliyin birinci yarısından etibarən edilirdi. Ona görə 2 də doğru fikirdir, bunu çıxırıq. Ümumiyyətlə baxın, MİQ-ə uyğun ən belə yaxın sual tiplərindən biridir. Fikir verirsinizsə hamısı suallar asan da olmur. Asan da var, çətin də var. Bu çətin sualdır və ən çox səhv olunan sualdır. 2 olunubdur. 3. Şərqə doğru sərbi yürüşləri zamanı vahid dövlət halında olarkən bu hücumların qarşısını ala bilirdi. Lakin daxili çəkmələr nəticəsində bir neçə müstəqil əmirliklərə parçalandı. Burada müəllimlərin götürmədiyi ən çox səhv elədiyi yer şərqə doğru sərbi yürüşlərdir. Çünki Piriney yarımadası, Piriney yazırıq, şərqdə yox, qərbdə yerləşir. Hətta Avropanın qərbində yerləşir. Yəni onlar şərqə doğru gedirsə müsəlman ölkələrinə gedir, yaxın şərqdəki olanlara. Amma qərbə doğru gəlməlidir ki, Piriney yarımadası, yəni Kordova xilafətinə tərəf gəlsinlər. Bax, bu səbəbdən dolayı 3-də də uyğunluq pozulubdur. Cavab 1-3-dür. Digərlərini çıxırıq. Qərbi Avropadan elmi bilikləri artırmaq, müsəlman alimlərindən dərs almaq, cəbr və astronomiyanı öyrənmək üçün Avropalılar buraya gəlmişdirmi? Bəli, bu da doğru fikirdir. Növbəti sual 11. Verilənlərə əsasən bəndlərdəki hadisələrdən biri zamana görə ardıcılığı pozur. Suallarda onu da qeyd edeyim ki, yəni yeni dərsliklərə də maksimum uyğun eləməyə çalışırıq. Məsələn, burada deyə bilərsiniz ki, Alban əlifbası, məsələn, Asuaginin dövrü çıxarılıbdır. Niyə var? Yəni bu tipli şeylərə baxıram mən. Asuaginin dövrü burada olmasa da, mədəniyyət bölməsində Alban əlifbası ilə bağlı məqam var. 3-cü Mömin Vaçaqanın hakimiyyətə gəlməsi 487-ci ildən gəlib hakimiyyətə. Albaniyada qısa müddətli Sasani mərzbanlığının sona çatması, bu da elə 487-dən etibarən, yəni Mömin Vaçaqan gələndə qısa müddətli mərzbanlıqda başa çatır, 463-də başlamışdı. Davam edək. Aquin Kilsə Məclisinin çağırılması 488. Albaniyada xristianlığın fəal təbliğ etməsi Mömin Vaçaqan gələndən sonra. Albaniyada feodal münasibətlərinin inkişaf etməsi yenə bundan sonra, həmin o Aquin Kilsə Məclisinə çağırılanda feodal Albaniyasının belə deyək də əsasları birazdan möhkəmlənir. Bütpərəst və cadugərlərin təqib edilməsi doğrudur. Alban əlifbasının yaranması isə zamana görə ardıcılığı pozur. Bu daha öncə baş veribdi. 5-ci əsrin sonunda yox, 5-ci əsrin ortalarında. Bu da mədəniyyət bölməsində, yəni yazılıbdır 3-7-ci əsr mədəniyyətində. 12. Səlcuq dövləti və Ərəb xilafətinin ortaq cəhəti. Şirvanşahları asılı hala salmaları yanlışdır. Səlcuqlar salıb Ərəb xilafəti Şirvanşahları görə bilməz. Anı çıxırıq. Monqol dövləti ilə mübarizə aparmışdılar. Səlcuq dövləti 1157-də süqut edibdir və Monqolları görə bilməz. Amma Ərəb xilafəti 1258-də varlığına onlar tərəfindən son qoyulub ilakilər. Pul sisteminin nizamlanması, Səlcuqlarda Məlikşahın vaxtında islahat var pulla bağlı. Ərəblərdə də bu hardasa Əməvilərin dövründə deyir ki, Bizans Sasani sikkələrinə qarşı mübarizə, qəlb pullara qarşı mübarizə aparılırdı. Klassik orta əsrlərdə yaranmaları, klassik orta əsrlər deyəndə 11-15-ci əsrlər nəzərdə tutulur. Səlcuq dövləti də deməli o dövrə düşsə də Ərəb xilafəti, yəni Ərəb dövləti 630-da yaranıbdır. Bu da erkən orta əsr deməkdir. Bizansla mübarizədə Afrikada ərazi ələ keçirmişlər, ərəblər keçiriblər. Lakin Səlcuq dövlətinin, yəni Bizansla mübarizə aparıb Afrikada ələ keçirməsi yoxdur. Yəni məsəl üçün bir çox yerdə var, amma Afrikanı yazmır. Ona görə düzgün cavab C variantı olmalıdır.
Davam edək. 13. Xəritədə işarələnmiş dövlətin daxili siyasətinə aid uyğunluğu müəyyən edin. Bu sualdan şikayət də var idi ki, burada Oxford Universiteti ilə bağlı problem var. İndi onu da deyəcəm ki, hara baxmaq lazımdır. Deməli, xəritədə işarələnmiş dövlət İngiltərədir. Bu tipli suallar yəni istifadə olunur neçə ildir. İngiltərənin 11-ci əsrini verib, 12-sini verib və burada da daxili siyasətini deyir. Bəzən xarici siyasət də olur. 11 var, 12 var. 5-ci əsrdə yaranan 7 krallıq vahid krallıqla birləşdirildi. Bu 11-ci əsrdə yox, 9-cu əsrdə birləşdirilibdir. Həmin krallıqlar bir yerə. Ona görə deməli burada uyğunluq pozulubdur. A-nı çıxırıq. Roma dövründən sonra Avropada iç siyahıya alma keçirildi. Bu orada Wilhelmin dövrünə düşür və doğru fikirdir. Bunu eləyibdir, həm də daxili siyasətdir. Norman işğalından sonra şəhərlər yaranmağa başladı. Xeyr, 11-ci əsrdə Norman işğal olubdu, amma şəhərlər 11-ci əsrdən əvvəl artıq yaranmağa başlamışlar. Daxili siyasətə aid fikir olsa da zaman olaraq uyğunluğu pozubdur. Birə sadəcə B olmalıdır. Digərlərini çıxırıq. 12-ci əsrdə Londonda Oxford Universiteti yaradıldı. Tarixi mənbələrdə, yəni 12-ci əsrdən verilir. Lap əvvəldən başqa formada olub, 12-də Oxford Universiteti kimi fəaliyyətə başlayıb. Bu öz yerində. Kitabda da həmin bölmə abzas formasında başlayır və deyir ki, Avropada 12-ci əsrdə universitetlər yaradıldı. Orada cəm şəkilçisi işlədir. Birinci Bolonyanın adını çəkir, Bologna. Sonra keçir digər universitetlər haqqında, orada Çexiya, Fransa və Oxford Universiteti haqqında məlumat verir. Yəni eyni abzasın 12-ci abzasın 12-ci əsrlə bağlı olan abzasın içində. Ondan sonra 13-cü əsr abzası gəlir və orada artıq onun məzmunundan danışır. Yəni ona görə də burada problem yoxdur. Yəni Oxford Universiteti düşür 12-ci əsrə. Çünki onu orada vurğulayır universitetlər. Hətta deyir az sonra. Belə bir zaman şeyi də göstərir orada. Sonra keçək B-yə. Kralın baron qoşunlarından asılılığı azaldımı. Bu da qalxan pulu ilə bağlı orada islahat var. 12-ci əsr deyir deyənə 2-ci Henrixə düşür. O da 12-ci əsrin ikinci yarısında olubdur və düzdür. Roma papası ilə apardığı mübarizədə məğlub olubdur. Amma bu onun daxili yox, xarici siyasətidir. Ona görə bax bunu da eləyək. Çünki orada kilsə ilə bağlı Henrixin bilirsiniz ki, məsələsi var, alınmır o. 1-ə B, 2-yə AB düzgün cavabdır. Növbəti sual. Yenə ən çox səhv olunan sualdır bu. Monqolların Azərbaycana yürüşlərinə aid düzgün sıranı müəyyən edin. Baxın, Azərbaycana yürüşləri deyir. Birinci yürüş. Xarəzmşah Cəlaləddinlə mübarizə aparılması. Deməli, Xarəzmşah Cəlaləddin Monqolların birinci yürüşü olub 1220-22. Xarəzmşah Cəlaləddinin dövrü də 25 ilə 31-in arasıdır. Yəni burada uyğunluq yoxdur. Azərbaycandan söhbət gedir. Yerli feodallar geniş torpaq sahələrinin paylanması. İkinci yürüş 1231-39 arasıdır. Xeyr. Köçərlərə bayaq da izah elədik ki, daha çox dəstək verilirdi. Yeni dövlətin əsasının qoyulması ilə nəticələndi. Xeyr, yeni dövlət yox. Üçüncü yürüşdə deyirsə, bəli, 1256-da Azərbaycana tabe eləyir, 58-də də yeni dövlətin əsası qoyulur. Bu düzgün fikirdir. Lakin ümumi sıra uyğunluğu pozubdur. Təbriz şəhərinin xərac ödəməsi, birinci yürüşdə Təbriz xərac ödəyibdir. Burada uyğunluq gözlənilib. Dərbənd şəhərinin işğal edilməsi, ikinci yürüşdə 1239-da Dərbənd işğal edilib. Burada da uyğunluq gözlənilib. Bağdad fəth olundu. 1256-cı ildə ən çox olunan səhv Bağdad fəth olunubdur. Lakin Bağdad Azərbaycanın ərazisi deyil. Bu tarixi Azərbaycan torpaqları olmadığına görə burada uyğunluq pozulur və bir çox adam 2-ni götürür. Keçək 3-ə. Atabəy Özbəyin xərac verərək Təbriz şəhərini dağıntılardan xilas etməsi. Bu düzdür. 3. Gəncə şəhərinin ciddi müqavimətdən sonra tabe edilməsi 1235-ci ilə düşür. Bu da doğru fikirdir. Bütün Azərbaycan tabe edilmişdirmi? Bunu müəllimlər götürmək istəmirlər. Lakin 3-cü yürüşdə bütün Azərbaycan tabe edilib. Hətta müəllimlərdən deyənlər də var idi ki, burada yenidən sözü olmalıdır. Yəni bu yanlışlıq yaradır. Xeyr, yenidən sözü olsa da, olmasa da burada mahiyyət dəyişmir. İstəyir yenidən tabe etsin, istəyir köhnədən tabe eləsin. Faktiki olaraq bütün Azərbaycanı tabe eləyiblər 1256-cı ildə. Yəni bu birbaşa kitab cümləsidir. Buradan səhv çıxartmağa çalışmayın. 3 düzdür. Mərkəzi Asiyanın işğalını başa çatdırdılar. Bunun Azərbaycanla əlaqəsi yoxdur. 1219-21-ci illərdə 4-ü çıxardaq. Marağa şəhərinin tutulması 1231-də tutublar. Bu düzgün fikirdir. Marağa Təbriz ərazisini müstəqil hakimlərə tabe etmək məqsədi ilə olması bu da düzgün fikirdir. Azərbaycanın Eldənizlər dövlətinin süquta uğradılması bunlar uğratmayıblar. Çünki 20-22-də yox, Eldənizlər 25-də süqut eləyibdir. Ali Monqol canişinliyini ləğv etdilər. 2-cidə yox. Ali Monqol canişinliyini əksinə 1239-56-cı ildə mövcud oldu. Ləğv etdilər, yox, yaratdılar. Bu səhvdir. Elə bu da səhv idi. Elxanilər dövlətini yaratdılar və 3-cü yürüşdə Elxanilər dövlətini yaradıblar. Düzgün cavabımız bu sualda olacaq. Gördüyünüz kimi yenə gözəl, miqə uyğun suallardan biri idi. 15. Yenə bax, bu deyəsən mübahisəli olan sual idi. Yox, bu mübahisəli deyil. Eyler-Venn diaqramında müqayisə edin. Tikinti vərdişlərinin mövcud olması bu azlıq mağarasından etibarən orada qeyd eləyir ki, artıq insanlar
tikinti vərdişlərindən malikdirlər. Yəni həmin dövrdən paleolitin ən qədim mərhələsindən etibarən malikdirlər. Ona görə bu avtomatik olaraq oxşar olacaq. Digər dövrlərdə davam eləyir. İnsanların qan qohumluğuna əsaslanan kollektivdə yaşamışdır. Bəli, ana xaqanlığı uzun müddət davam eləyib, paleolitdən eneolitə qədər davam eləyibdir. Ona görə B-də ortaq olacaq. Heyvanlar əhliləşdirilmişdirmi? Deməli, heyvanların əhliləşdirilməsindən eneolitdə də danışır, erkən tuncda da danışır, mezoiddən başlamışdı hardaysa. Ona görə 2-yə C olacaq. Ovçuluq əsas məşğuliyyət sahəsi olmuşdur paleolitdə. Çünki neolitdən sonra o ovçuluq artıq eneolitdə təmiz lap arxaya düşür. Əkinçilik maldarlıq kəşf olunandan sonra qadın heykəlləri aşkar olunmuşdu. Bu da eneolitdə artıq o zirvəyə çatmışdı. Qadına olan bir növ belə deyək də inam, onun müqəddəs sayılması. Ona görə eneolit dövründə həmin o qadın heykəllərinin düzəldilməsi də yeni əlavə olunubdur. 1D, 2C-yə 3A, B olacaq. Digər variantları çıxırıq. Sxemə əsasən uyğunluğu müəyyən edin deyir. Oxşar cəhətlər. Məhəmməd İbn Yezid və Xarəzmşah Cəlaləddin yeni dövlətin əsasının qoyulması, xeyr, bu heç birinə düz gəlməz, çünki belə bir məlumat yoxdur. Gəncənin nəzarəti altında olması, bəli, Məhəmməd İbn Yezidin də Gəncə nəzarəti altında olubdur. Əslində köhnə ilə desə iqamətgahı olubdur ikisinin də. Təzə ilə amma nəzarət altında olub deyək. Ona görə 1B. Hakimiyyətinə qarşı üsyanların baş verməsi, xeyr, bu yanlışdır. Xarəzmşah Cəlaləddinə uyğun gəlir. Hülaki Əbu Səiddən Şah deməli birinci Təhmasib. Bu da belə deyək də gəldikləri ilk dövrün bir növ çalxantılı olması ilə əlaqədar bir şeydir. Yəni qarışıq bir dövrdə gəlmişdilər hakimiyyətə. Sui-qəsd nəticəsində öldürülmələri, xeyr, bu düz gəlməz. Paytaxt köçürməsi Təhmasibdə var, o birisinə düz gəlməz. Ona görə 2-yə A olmalıdır. Qazan xan və Qızıl Ordu Özbək xan, bu da təbii ki dini islahatdır biri. Şimaldan gələn hücumların dəf edilməsi bu yanlışdır. Qızıl Ordu özü zaten şimal dövlətidir. 14-cü əsrdə hakimiyyətdə olmaları Qazan xan 1295-1304-cü illərdə olubdur. Özbək xan da 1313-43-dür. Hər ikisi 14-cü əsrə düşür. 1-ə B, 2-yə A, 3-ə A, C olmalıdır bu sualda. Davam edək. 17. Bu da yenə bəzi müəllimlər səhv eləmişdi bu sualda ki, Göytürklər qalib gəldilər. Soqdiana vilayəti Göytürklərin əlinə keçdi. Bunu yazıblar Axundlarla mübarizənin nəticəsi kimi. Bax, A variantını çox müəllim yazıbdır. Amma bu diqqətlə fikir verməlisiniz. Axundlarla mübarizə bitir, bölünür o dövlət. Ondan sonra Sasani ilə mübarizə başlayır. Həmin o Sasani mübarizəsinin nəticəsi kimi verilir. Yəni diqqətlə baxarsınız, orada veriblər onu. Ona görə cavab B variantıdır. 18. Bu böyük bir sual idi, coğrafi kəşflərlə bağlı və miq tipli çətin sualdır yenə. Sxemə əsasən Avropa tarixi ilə bağlı uyğunluğun gözlənildiyi sıraları müəyyən edin. Avropalı dənizçilər uzun müddət qitənin sahillərindən uzağa üzməyə ehtiyat edirdilər. Uzaq səfərlərə çıxmaq çox təhlükəli hesab olunurdu. Bu doğru fikirdir. Kompasın kəşf olunması və dəniz cihazlarının ixtirası dənizçilərin işini asanlaşdırdı. Burada diqqət eləyin, Avropa tarixi deyir. Variantda isə kompasın kəşf olunması deyir. Müəllimlərin yəni yenə səhv elədiyi yerlərdən biridir. Orada kompasın kəşf olunmasından yox, kompasın əldə olunması olmalıydı. Onda fikir daha düzgün olardı. Yəni burada uyğunluq pozulub. Kəşf olunma sözü Çinə aiddir. Biri götürəcəksiniz. Su mühərrikləri təkmilləşmiş, yuxarıdan fırladılan çarxlar ixtira olunmuşdu. Bununla da Romalılar ilk dəfə su dəyirmanlarını inşa etmişlər. Avropa tarixi ilə bağlı olmağına Avropa tarixi ilə bağlıdır. Amma bu su mühərriklərinin olduğu dövrün Romalıların su dəyirmanı kəşf etməsi ilə, yəni eramızın ilk əsrləri ilə heç bir əlaqəsi yoxdur. Yəni bu doğrunun altında yanlış verilibdir. Keçək bu tərəfə. Suqun və dəmir istehsalının artması odlu silahların istehsalı üçün şərait yaratdı. 16-cı yüzillikdə ağır səhra toplarından istifadə olunurdu. Bu doğru fikirdir. Yəni burada tərs-mərs verilibdir. İkinci sıra geçsin. 3. Kompas olmayan vaxtlarda gəmilərin harada olmasını yalnız hava açıq olduğu zaman ulduzlara görə müəyyən edirdilər. Bu doğru fikirdir. Düzgün xəritələr və istiqaməti müəyyən etmək üçün ulduzlara baxmaqla açıq dənizdə rahatlıqla uzaq sahillərə hərəkət etmək olurdu. Xeyr, ulduzlara baxmaqla rahat hərəkət eləmək olmurdu. Çünki hara getdiklərini tam dəqiq bilmirdilər. Yəni bu rahatlıqla hərəkət etmələri təbii ki, o xəritələr və kompasların olması ilə deməli mümkün olacaq. Burada da uyğunluq pozuldu. 1-3. 15-ci yüzillikdə xüsusi yelkənli gəmilərin karavellaların əldə olunması dəniz səyyahlarının uzaq yollara almasına şərait yaratdı getməsinə, yəni. Bu doğru fikirdir. Karavellalar sürətlə hərəkət edir, lakin küləyin istiqamətindən asılı olduqları üçün istənilən tərəfə üzə bilmirdilər. Xeyr, karavellanın köhnə gəmidən fərqləndirən əsas özəlliyi onun küləyin enerjisini alaraq lazımi istiqamətə yönəltməsi idi. Ona görə burada da uyğunluq pozulub. Yeni çarxların ixtirası filiz çıxarılmasında, yəni 4-də götürəcəyik. Məhsuldarlığın artması ilə yanaşı metal ərdilməsi və emalını təkmilləşdirməyə labid edirdi, düzdür. Domna sobalarının tikilməsi ilə əlaqədar daş kömürə tələbat artırdı. Bu sobalarda daha çox metal əritmək, çuqun, dəmir, polad
əldə etmək mümkün oldu. Bu da doğru fikirdir. 2 doğru fikir olmaz. Biri çünki yanlış olmalıydı. Cavab 1, 3, 4 olacaq bu sualda. 19. 6-cı yüzilliyin 30-cu illəri Bizans dövləti üçün xarakterikdir. 532-ni deyir. Yunistinian 527-565-də hakimiyyətdə olubdur. Onun dövründə Sasani dövləti ilə sülh müqavilə bağlanıbdır. İmperator Yunistinian hakimiyyətə gəlməsi düz deyil. Cavanşirlə diplomatik əlaqələr yaradılması. Cavanşirin hakimiyyət dövrü deməli başlayır. 642-də hökmdar taxtına oturubdu 681-ə qədər. Malazgirt döyüşündə məğlub olması bu 1071 tarixinə düşür. Konstantinopolun ərəblər tərəfindən mühasirəyə alınması. Bu da Konstantinopolun ərəblər tərəfindən mühasirəyə alınması 6-cı yüzilliyin 30-cu illərinə düşə bilməz. Çünki həmin vaxtı ərəb dövləti yox idi. 500-lərdə ərəb dövləti yoxdur. 630-dan sonra, yəni 7-ci əsrdə ərəb dövləti var. Bax, bu səbəbdən bu da olmaz. Cavabımız A variantı. 20. Çox asan görünsə də çətin suallardan biridir. Bərəkətli Aypara adlanan ərazi üçün səciyyəvidir deyir. Tikintidə çiy kərpicdən istifadə edilməməsi, ediblər. Misirlilərdə də var o. Şadufdan istifadə olunması, bu Misirə aiddir. Çayların qarşısının bəndlərlə kəsilməsi, bu Misirdə olduğuna görə çox adam götürmür, amma Şumerlər də bənd tikiblər, diqqətli oxuyun. Böyük sədd adlanan müdafiə xəttinin yaradılması bu Çinə aiddir. Çayın ilk dəfə becərilməsi yenə Çinə aiddir. Düzgün cavab burada C variantı olacaq. 21-ci suala baxırıq. Yenə miqdə istifadə olunan Venn diaqramı tiplərindən biridir. Biz də istifadə edirik sınaqlarımızda. Deyir ki, müsəlman ruhanilərə soyurqal torpaqlarının verilməsi. Bu Moğol dövlətində də var A variantı, Səfəvilər dövlətində də var, amma digərlərində yoxdur. Ona görə də bunu 1-ə A-nı qoyuruq bax bura. Davam edək. Hindistan ərazisində yaranmaları. Dehli Sultanlığı da Hindistan ərazisində yaranıbdır. Moğol dövləti də Hindistan ərazisində yaranıbdır. 2-yə B-ni qoyuruq bura. 16-cı əsrin əvvəllərində süqut etmələri. Baxırıq kim süqut eləyər. Dehli Sultanlığı 1526-cı ildə süqut edibdir. Qızıl Ordu dövləti də 1502-ci ilə düşməli idi süqutu. C-ni də qoyuruq bax bu hissəyə. Davam. Əmir Teymurun yürüşünün dövləti sarsıtması. Deməli, Əmir Teymur Dehli Sultanlığına da yürüş edibdir 1398-də. Onun süqutundan sonra, belə deyək, yürüşündən sonra dövlətin süqutu sürətlənibdir, parçalanma sürətlənibdir Dehlidə. Qızıl Ordu dövlətinə də yürüş edibdir 1395 Terek döyüşündə. Həmin o döyüşdən sonra Qızıl Ordu dövlətində vəziyyəti ağırlaşıbdır, parçalanma 15-ci əsrinə düşübdür. Yəni hər ikisinə uyğundur. D variantını bax bu hissəyə qoymaq lazımdır. 16-cı əsrin birinci yarısında yaranması isə Moğol dövləti 1526-cı ildə yaranıbdır, Dehli Sultanlığına son qoyandan sonra. Səfəvilər dövləti də 1501-ci ildə yaranıbdır. Ona görə də Y variantı bax bura getməlidir. 1-ə olmalıdır A-Y, 2 olmalıdır B, 3-ə olmalıdır C-D. Bu hələ bu Venn diaqramının nisbətən daha rahat forması idi. Yəni bütün variantları çox rahatlıqla qoymaq olurdu yerinə. Davam edək, bunun çətin formaları da olur. 22. Sxemə əsasən uyğunluğu müəyyən edin. Dövlətin adı. Bax, burada dövlətin adı yazılıbdır. Biz bunu açar söz kimi istifadə edəcəyik. Çünki burada bəzi məqamlar dövlətə aid deyil. Şirvanşah, Saci, Salar, Rəvadi, Şəddad 5 dənə dövlət verilib. 1, 2, 3, 4, 5. 5 dənə də adam verilibdir. Baxaq. Deyir ki, Şirvanşahlar 3-də yazıb ki, Məhəmməd İbn Şəddad uyğunluq veribdir. Xeyr. Bu uyğunsuzdur. Yəni Şirvanşahlar dövlətində Məhəmməd İbn Şəddad yoxdur. Sonra Yezid ibn Məziyyət veribdir. Yezid ibn Məziyyət də uyğun deyil. Baxmayaraq ki, Şirvanşahlara, Məziyyətlərə aiddir. Çünki o dövlətin vaxtında olmayıbdır. Ona görə 3 ilə 6 olanlar olmaz. Elə çıxardaq birbaşa 3 ilə 6 olanları. Sacilər. İbrahim ibn Mərzban Sacilərin deyil. 2-ni çıxardaq. Fəzl ibn Məhəmməd də Sacilərin deyil. 2 ilə 9 olanları da ataq getsin. Davam edək. Salarilər. İbrahim ibn Mərzban burada uyğunluğu təşkil eləyir. Biri 1-dir. Salarilərdə Əbülhica uyğunsuzluq yaradır. Bunu da çıxardırıq. Rəvadilərdə Əbülhica düzdür. Dövləti yaradanlardandır. Elə 7. Rəvadilərdə Yezid ibn Məziyyət uyğunsuzluq yaradır. Şəddadilər Məhəmməd ibn Şəddad olubdur, amma dövlət yaratmayıbdır. Ona görə 5-i çıxırıq. Sonra Fəzl ibn Məhəmməd Şəddadilərdə 985-1030-da hakimiyyətdə olubdur və uyğunluq gözlənilibdir. 1, 7, 8-də uyğunluq gözlənilibdir. Y variantı da yanlışdır. Gördüyünüz kimi sadəcə dövləti hökmdarla uyğunlaşdırmağı tələb edirdi. 23. 1991-ci ildə Azərbaycan xalqı yenidən öz müstəqilliyini bərpa etdi. Bu hadisənin hicri təqvimlə baş verdiyi tarixin doğru göstərildiyi bəndi müəyyən eləyin. Deməli 1412-ci ili tapmaq üçün biz ilk öncə 1991-dən 622-ni çıxmalıyıq. 1991-dən 622-ni çıxmalıyıq. Bunlar tez-tez olsun deyənə kalkulyatorun köməyindən istifadə edək. Çünki bölmə əməldə aparacağıq. Bir saniyə. 1991 çıxılsın 622. Burada alırıq biz 1369 cavabını. Sonra bölmə əməli aparacağıq. 1369 bu arada yanlışdır kimi yazmışdısa.
Digər variantların ilə hamısı yanlışdır çıxaq. 1369-u bəzi müəllimlər 33-ə bölübdür, amma tərs çevirəndə 32-yə adətən bölmə olur ki, düzgün şeyə gəlib çatasan. Bunu da 32-yə böləndə 42.7 alınır. Bax, bunu 32-yə böləndə 42.7 alınır. Orada biz 42.7 yox, 43 yazmaq məcburiyyətindəyik. Hicri təqvimlə axtarırıq. Hicri təqvimlə neçəyə düşdüyünü tapmaq üçün. Çünki geri qalır deyənə 32-yə bölüb nə qədər geri qaldığını tapırıq. 43 dənə geri qalıbdı. 1369 ilə də 43-ü toplayırıq. Bu da eləməlidir 1412. Bax, cavab bu olmalıdır. Yəni bəzi müəllimlər 33-ə bölmə aparıb deyənə, ona görə biraz fərqli cavab alınıbdır. Yenə də baxmayaraq 33-ə də bölsəydilər, ən yaxın cavabı alacaqdılar zaten. Problem yox idi. Yenə düzgün götürə bilərdilər yaxın cavabda. Yəni hesablama qaydasına fikir verin. Anar müəllimin ümumi tarix kitabında 32-yə bölərək izah edir onu. Davam edək. Yenə ən çox səhv olunan suallardan biri diqqət tələb edir. Azərbaycanın qədim dövr tarixini istəyir. Azərbaycanın qədim dövrü də feodalizm yaranana qədərdir. Yəni 3-cü əsrə qədər hadisələr qədim dövrə aid hadisələrdir. İndi baxaq. Birdə deyir ki, Latın dilində yazı olan abidə varmı? Bizdən nə istəyir? Uyğunluğu yoxsa uyğunsuzluğu? Uyğunsuzluğu istəyir. Birdə Latın dilində abidə yoxdur. Çünki bir Şamaxay ərazisidir. Latın dilində abidə isə Qobustan 1-ci əsrə aid olan abidədən söhbət gedir. Qobustandır. İmperator Dominisiyanın adı ilə bağlı olan. Ona görə bir də uyğunluq pozulubdur. 2 deyir, Albaniya dövlətinin paytaxtı olubmu? 2 Bərdə şəhəridir. Qoy yazaq Bərdə. Albaniya dövlətinin həqiqətən paytaxtı olubdur. Amma hansı dövrdə paytaxtı olubdur? 5-ci əsrdə paytaxtı olubdur. Baxın, görürsünüz necə gözəl suallardır. Ona görə də bunu götürə bilmirsiniz. 2-yə çıxırıq. 3. Rəvadilər dövlətinin paytaxtı olubmu? Ərdəbil şəhəri həqiqətən də Rəvadilər dövlətinin ilk paytaxtı olubdur. Amma qədim dövrdə yox. Erkən orta əsrlərdə olubdur. 3-ü də çıxırıq. 4. Atropatena dövlətinin paytaxtı olubmu? Biraz belə eləyək, görsənsin. Qazaka şəhəri ilə bağlı etirazlar var ki, nöqtə biraz fərqli yerdə olmalıdır. Ben yazaq Qazaka. Yəni nöqtənin o dərəcə dərinliyinə getməyinə ehtiyac yoxdur. Təxmini ora düşür Qazaka. 4 budur. Anyana, Anarika şəhərləri burada yerləşirdimi? 5-ə vermişik. Xeyr. Anyana, Anarika şəhərləri Uti vilayətinin ərazisində yerləşir. Uti vilayəti də nisbətən bu Qarabağın olduğu hissəyə düşən ərazidir. Ona görə də yəni 5 nömrə Dərbəndə Uti vilayəti olmaz. Anyan, Anarika şəhərləri olmaz. Sadəcə burada 4-də uyğunluq gözlənilibdir. Çox gözəl suallardan biri idi. Davam. Buna əsasən D üçün uyğun olan fikir və ya fikirləri seçin. Əbsaz Divdadı Məkkəyə gedən yola nəzarətçi təyin edilmişdir. Bu xəlifə mütəvəkkil aiddir. Bizdən D-ni istəyir deyənə bu A-ya uyğun fikir olduğuna görə çıxardırıq. Qarşısına yazıq A ki bilinsin. Sünik, Bərdə, Beyləqan, Xürrəmlərin nəzarətinə keçmişdir. Bu hadisə 816-819-cu illərdə, deməli Babəkin rəhbərlik dövründə orada qeyd olunur ki, bu əraziləri azad edibdir. O da həmin vaxtı xəlifə Əl-Məmun hakimiyyətdə idi. O 813-833-cü illərdə hakimiyyətdə olubdur. Möhtəsimi də yazaq. O da Məmundan sonra gəlibdir. 833-842-ci illərdə Abbasilər xilafətini idarə edibdir. Deməli 2 nömrəli variant aid olur B-yə. Ona görə də bunu da çıxardırıq. Çünki biz D-ni axtarırıq. Afşinə yaşadığı məğlubiyyətdən sonra 2 yeni ordu vermişdir. Bu 836-80 döyüşündən sonra olmuş hadisədən söhbət gedir. 836-da da xəlifə Möhtəsim idi. Bu da C variantına aid bir fikirdir. Bunu da çıxardırıq. Bəz qalası uğrunda mübarizə aparıldı. Deməli Bəz qalası uğrunda mübarizə 829-80 döyüşündə də aparılıbdır. 837 Bəz döyüşündə də aparılıbdır. Yəni birincidə yazırdı ki, Bəz qalası ələ keçirilmək istəyirdi, amma alınmır. 837-də yekun nəticə alınır. Deməli bu D-yə uyğun fikirdir. Qarşısına D yazırıq. Abbasilər sülaləsinin nümayəndəsi idi. Bu müəllimlərin ən çox ilişdikləri və səhv etdikləri nöqtə buydu. Abbasilər sülaləsinin nümayəndəsi kimi Möhtəsimlə Məmunu götürürlər, amma mütəvəkkili götürmək istəmirlər. Halbuki mütəvəkkil də Abbasilərin nümayəndəsidir. Ona görə bu D-yə yox, Y-yə aiddir. Yəni Venn diaqramının tələbini pozmağa ehtiyac yoxdur. İndi bu sual haqqında əlavə məlumat da verəcəm. Sualın tipi çünki indiyə kimi görünməmiş tiplərdən biridir. Bu dövrdə hərəkatı yalnız Babək rəhbərliyi eləmişdir. Babək də gəlibdir 816-cı ildən rəhbərliyə, 837-yə qədər yazaq ki, rəhbərlik dövrüdür. 38-də də edam olunacaq. Onun dövründə həm deməli xəlifə Məmunu görübdür, həm də bu dövrdə hərəkata yalnız həm də Möhtəsimi görübdür. Ona görə də yalnız sözünü bura yazmaq doğru deyil.
Çünki 816-cı ildə hakimiyyətə gələndə e, hakimiyyətdə Xəlifə Əl-Məmun idi Abbasilərdə və ondan öncə də hərəkata Əbu İmranla Cavidan rəhbərlik eləyirdi. İmranla Cavidan. Bəzi müəllimlər bunu da demişdi ki, bəs Babəkin dövrüdür, yalnız o rəhbərlik edib. Xeyr. Bu ikisi bir-biri ilə mübarizə aparıb vəfat edəndən sonra Babəkə keçibdi. Yəni orada 3 il bunların rəhbərlik dövrü var. Ona görə də 6 nömrəni istifadə eləmək olmur yalnız sözünə görə. Ondan sonra yalnız sözünə görə istifadə eləsək hara qoymaq olardı? Yalnız sözünə görə istifadə eləyəndə bunu təbii ki, Mötəsimin dövrünə qoymaq olar ki, orada yalnız Babəkdir. Amma Məmuna yalnız sözünü qoymaq olmur. Yəni bunu C-yə uyğunlaşdırmaq olardı. Bu sualda düzgün cavabımız yalnız 4 olmalıdır. Sualın özünün tipinə gəldikdə isə bu sualı düzdür. Mən daha öncə gətirməyə çalışmışdım, amma sonradan dimin birinci hissə yeni toplusu çıxanda hardasa səhifə 153-154-cü səhifələrdə bu tiplərdə suallar artıq düşmüşdülər. Yəni bu istifadə olunan sual modellərindən biridir. Artıq dimin toplusunda istifadə olunur. 26. Səbəb nəticə əlaqəsi doğru verilmişdir. Katalan döyüşünün baş verməsi, Qərbi Roma imperiyasının süqut etməsi. Katalan döyüşü 451-də baş veribdi. Qərbi Roma imperiyası 476-cı ildə süqut edibdi. Katalan döyüşündə döyüş ümumiyyətlə heç-heçə bitib kimi qeyd edirik və bunun Qərbi Roma imperiyasının süqutu ilə çox da bir əlaqəsi yoxdur. Bu getdi. Verden müqaviləsinin imzalanması Bizans imperiyasının parçalanması yanlışdır. Frank imperiyasının olmalıydı. Verden də 843-də imzalanıbdı. Kürşadın başçılığı ilə üsyanın baş verməsi 639, ikinci Götürk dövlətinin yaranması isə 682-dir. Yenə əlaqəsiz hadisələrdir. Xəlifə Əlinin vergiləri azaltması, deməli 656-661-ci illərdə Xəlifə Əli idarə edibdi xilafəti. Əyanların narazılığının güclənməsi bu doğru fikirdir, D variantı. Çünki onun ədalətli vergi siyasəti digər təbəqələri narazı salmışdı. Dəndənşan döyüşünün baş verməsi, Qəznəlilər dövlətinin süqut etməsi yox, zərbə alması, Xorasanı itirməsi, Mərkəzi Asiyada nüfuzunun azalması kimi cavablar olardı, amma süqut etməsi yox. Çünki bu Curlularla bağlı hadisələrdir. 11-ci əsrin deməli 70-ci illərindən söhbət gedir orada. Ona görə də bu cavab olmaz. Sonra 1040 bunu Dəndənçanı yazdıq. Qəznəlilər dövləti 11-ci əsr yox, 12-ci əsr. 1187-də çünki süqut eləyəcəklər. 70-də də 70-ci illərdə Curlular paytaxtı tutmuşlar. Qəznə şəhərindən sonra Lahora köçürülmüşdü. 27. Avropa Hun dövlətinin üstünlük qazana bildiyi ərazilərdən deyil, yenə mübahisəli və düşündürücü suallardan biri idi. Niyə? Yəni sual əslində əvvəldə çox sadə kimi görünür, amma burada bir balaca, yenə baxın, dərinlik var. 5 hardaysa mərkəzi Avropaya tərəf nisbətən düşən bir ərazidir. Yəni bu təbii olaraq Avropa Hun dövlətinin yerləşdiyi əraziyə düşür 5. Bu şübhəsizdir. Həmin əraziyə, yəni üstünlüyü əldə edibdir. Bir nömrə deməli Roma ərazisidir. Onun Roma səfəri var Katalan döyüşündən sonra və üstünlüyünü ora qəbul etdiribdir. Bax bu bir nömrə. 2 nömrə Bizansın ərazisidir, Balkan yarımadası və bu hissə və burada üstünlüyünü qəbul edibdir. 2 dəfə səfər edibdir. Xüsusən bu ərazilərdən söhbət gedir, Bizansın əsas olduğu yerlərdən. Yəni 1, 2, 5-dən bizim işimiz yoxdur. İndi bunları çıxardaq. Müəllimlərin dediyinə əsasən deyirəm, 3 və 4 həmin o 5-ci əsrdə deyirlər ki, parçalanma olmuşdu, hansı ki 395-ci ildə. Təbii olaraq Attilanın vaxtında da bu 3 və 4 Bizans imperiyasının tərkibinə daxil olan ərazilər idi. 3 Misir ərazisidir. Bu da Fələstin ərazisi kimi. Suriya ya da Fələstin, Suriya yazaq. Suriya Fələstin bölgəsidir. Yaxın Şərqdə deyə bilərsiniz. İkisini də yazaq. Suriya Fələstin. Əslində Suriya bir balaca daha yuxarıdır. Olsun. Deməli, bu bölgədə Suriya, Fələstin və Bizansın nəzarəti altında olan bölgələrdir. Amma burada bunları götürmək məntiqə uyğun deyil. Baxmayaraq ki, Bizansın tərkibində olan ərazilərdir, Attila Bizansa özünün nüfuzunu qazandırıbdır. Yəni burada Bizansın ərazisindən söhbət gedir. 3 və 4 isə ondan bir növ nətər deyək, tərkibində olan və asılı olan ərazilərdir. Misir və Suriya Fələstin bölgəsi. Yəni Attila öz nüfuzunu Bizansa qəbul elətdiribdir. Üstünlüyünü ona göstəribdir. Attila öz nüfuzunu Misir, Suriya, Fələstin bölgələri üzərində göstərməyibdir. Yəni bunu zaten də belə deməkdə biraz görürsüz qəribə səslənir ki, Attila necə Misir, onda belə çıxır ki, Attila yəni Suriya, Fələstin, Misir üzərində nəzarət sahibi olubdur. Bu doğru fikir deyil. Yəni 3 və 4 burada götürülə bilməz. Əslində çox sadə sual kimi olsa da bunun izahı bir balaca, yəni daha şeydir. İndi hərənin öz yanaşması var təbii ki. Mən burada belə götürmüşəm.
Buraxılan hissələrə aid fikirləri müəyyən edin. Qərbi Roma imperiyasının ərazisində ən uğurlu və uzun ömürlü dövlətin yaranması bu Frank dövlətindən söhbət gedir. 500-cü ilə aiddir. Böyük Karlın özünü imperator elan etməsi bu 800-ə aiddir. Deməli, sonra gəlir Krit və Kipr adalarının Bizans dövləti tərəfindən geri qaytarılması. Bu həmin dövrdə deməli həm Bulqar dövləti, həm də Ərəb xilafəti zəifləyir. Bu da fürsətdən istifadə edib 10-cu əsrdə bəzi əraziləri geri qaytarır. Vikinglərin Şimali Amerikaya qədər gedib çatmalarını 11-ci əsr kimi yazaq. Qaraxanlılar dövlətinin yaranmasını 840, Sərbçilərin Konstantinopoldan qovulması 1261, Ərəblərdə cahiliyyə dövrünün bitməsi, hardasa İslam dininin yaranmasından götürək. Hicrətin ilini yazdım. 610 yazıram. Çünki İslamdan öncəki dövrü cahiliyyə dövrü adlandırırlar. İslam dünyasının siyasi həyatında türk sülalələrinin aparıcı rol oynamağa başlaması, bu da hardasa 9-cu əsrdən artıq belə deyək də aparıcı rol oynamağa başlayırlar. Bunu siz sacilərdə falan hardasa görə bilərsiniz ki, yəni orada bayağı bir nüfuz sahibi idilər. Deməli, Qərbi Roma imperiyasının ərazisində bu 500 idi. Bundan sonra gələn hadisə ərəblərin cahiliyyə dövrü olacaq. 2-yə D, yəni ki, sonra 800-dən gələn hadisə, 800-dən sonra B-ni qoyacağıq 840 və burada bir dənə də 9-cu əsr var. Ona görə yeni də ora qoymaq məcburiyyətindəyik. D və Y. Yekun olaraq Vikinglər 11-ci əsr olduğuna görə A bura olacaq və C də 13-cü əsr olduğuna görə C bura olacaq. Yəni bütün variantlar uyğunlaşdı. Bu suallarda bəzən mən səhv fikirdə qoyuram, o uyğunlaşmır. Yəni diqqətli olmaq lazımdır yazanda. Ana xaqanlığının matriarxat mövcud olduğu dövrlərdə baş verməmişdir. Ana xaqanlığı paleolitin sonundan Eneolit dövrünə qədər mövcud olubdur. Eneoliti yazırıq bura. Burada ən çox müəllimlərin müzakirəyə səbəb olan saxlanılmağa başlaması sözü idi. Yəni hamı yazıb soruşur ki, bu niyə götürülübdür? Çünki kitabda ifadə başlaması sözü kimi verilmir. Əlaqə saxlanılmışdır deyir. Kitabda olmayan bir ifadəni də doğru kimi götürə bilmərsiniz. Ona görə də bir yanlışdır. Ön Asiyanın qədim mədəniyyət mərkəzləri ilə əlaqələrin saxlanılmağa başlaması ifadəsi yox, saxlanılırdı. Yəni həmin dövr üçün saxlanılır yazıb, başlayıb demir. Kitabda olmayan bir şey, yəni səhv olmalıdır. Ziddiyyət varmı? Sualda ziddiyyət ola bilər. Kitaba əsasən doğru sualdır. Yəni başa düşülməsi biraz çətindir. Qərarsız qalırsan axı götürəsən yoxsa yox. Miqdəki səhv sualları nəzərə alsaq, kitaba uyğun olan bu sualın burada olmağının heç bir problemi yoxdur və biz nə edirik? İmtahana uyğun sual hazırlayırıq. Ona görə də bu tipli sualların olması normal bir şeydir. Yəni qərar qəbul etməyi bacarmalıdır müəllimlər ki, hansını götürmək lazımdır. İbtidai dini təsəvvürlərin meydana gəlməsi də düşmür. Yəni ən çox bu variantda səhv olunubdur. Çünki ana xaqanlığından öncə meydana gəlmişdi. Saxsı qabları bişirmək üçün kürələrin meydana gəlməsi bu Eneolitdə var. Ana xaqanlığına düşür. Düşmən basqınlarından qorunmaq üçün yaşayış məskənlərinin ətrafına qalan müdafiə divarlarının çəkilməsi erkən Tunuzdan başlayaraq artıq bu ifadədə keçirdi. Ona görə 4 olmaz. Süfrə üçün istehsal olunan qabların səliqə ilə hazırlanması, müxtəlif naxışlarının vurulması, bu da həmin dövrdə var. 3-5 olacaq. Biri də niyə götürmək olmaz dedim. Yəni səhv edənlər olmayan bir şeyi götürməməli idi. Xəritədə fərqləndirilən dövlətin feodal Albaniyası ilə oxşar, Sasanilər dövlətindən isə fərqli cəhətini müəyyən edin. Xəritədə Frank dövləti verilibdir, diqqət edin. Frank dövlətinin ərazisidir, davam edək. İndi deyir ki, bunun kimlə? Albaniya ilə oxşar, Sasanilərdən fərqli. Əməvilər sülaləsi ilə diplomatik əlaqələr saxlaması, xeyr. Frank dövləti Əməvlərlə heç bir əlaqə saxlamayıbdır. Abbasilərlə Böyük Karlın vaxtında var. Bu ümumiyyətlə səhv fikirdir. Abbasi yazaq qabağına. Xristian dini dövlət dini olması, bəli, Franklarda dövlət dini idi. Həmçinin deməli feodal Albaniyasında da 313-dən etibarən dövlət dini olubdur, amma Sasanilərin dövlət dini deyil. Bu ikisinin oxşar, Sasanilərdən də fərqli xüsusiyyətdir. Ölkə ərazisinin vilayətlərə bölünməsi bu feodal Albaniyasında da var. Deməli vilayətlərə bölünmə Frankda da var, Sasanilərin özündə də, yəni vilayət anlayışı var. Ona görə bunu götürə bilmərik. Ərəblərə qarşı mübarizə aparmaları, ərəblərə qarşı mübarizə Frank dövlətində var. Deməli Albaniyanın özündə Cavanşirin yəni getdiyini nəzərə alsaq, Albaniyanı da aid eləmək olar. Həmçinin ərəblərin ora ümumiyyətlə yürüşləri də var. Sasanilər dövlətində də var. Bu üçü üçün də oxşar olduğuna görə çıxacaq. Bizans dövləti ilə müharibə aparılması, Franklar Bizansla, yəni müharibə yox, daha çox orada diplomatik sözünü işlədirlər. Feodal Albaniyasında Bizansla müharibə yox, Sasanilərdə bir dənə müharibəsi var. Ona görə bu düz olmaz. B variantı. Manna hökmdarları Ulusun və Aşşeriyə aid ümumi cəhətləri müəyyən edin. İskit dövləti ilə ittifaq qurulması yalnız Aşşeriyə aiddir, bir çıxsın. Mərkəzi hakimiyyətə qarşı çıxışların baş verməsi Ulusunun dövründə də var, Aşşerinin dövründə də var 650-ci ildə. Deməli 2-ni götürəcəyik ortaq cəhət kimi. Eradan və 7-ci əsrin ikinci yarısında hakimiyyətdə olmaları
Ulusun deməli hakimiyyətə gəlibdir Azadan sonra 718-716 Azadı, Ulusunu gəlir 716-dan 600 deməli 80-a qədər. Ahşeri hakimiyyətə gəlibdir 675-650-ci illərdə qeyd eləyək. 650-ci illərdə. 7-ci əsrdə hakimiyyətdə olması hər ikisinin ortaq cəhəti kimi ikinci yarısında, 7-ci əsrin ikinci yarısında hakimiyyətdə olması hər ikisinin ortaq cəhəti kimi götürülmür. Çünki birinci yarısında hakimiyyətdə olublar. Dövlətin Assuriya hökmdarlarının yürüşünə məruz qalması hər ikisinin dövründə məruz qalıbdır. Birində Sarqonun vaxtında gəlibdir Sarqon, birində də Ahşerin üstünə Aşurbanipal gəlibdir. Urartu dövləti ilə Assuriyaya qarşı hərbi ittifaqın bağlanması, Urartu dövləti ilə yaxınlaşma Ulusunun vaxtında var. Ahşeri İskitlərlə yaxınlaşmışdı. Ona görə də bunu götürə bilmərik. Növbəti suala keçək. 32. Yenə maraqlı suallardan biri. Venn diaqramında sual işarəsinə uyğun gəlməyən fikri və ya fikirləri müəyyən edin deyir. Venn diaqramında Xarəzmşahlar Qarəxanlı dövləti verilibdir. Bir tərəfində də Şirvanşahlar dövləti verilibdir. Sual işarəsi qoyulubdur və sual işarəsinə uyğun gəlməyən fikir istəyir. Yenə də çətinləşdirilmiş, yəni həm də modern sual tiplərinə uyğunlaşdırılmış suallardan biridir. Keçək izahına. Xarəzmşahlar dövlətinə qarşı mübarizə aparılması, hər ikisi mübarizə aparıbdır. Qarəxanlı dövlətinə 1212-ci ildə son qoyublar. Xarəzmşahlar, Şirvanşahlar dövləti də deməli 1227-də, yəni mübarizə aparmaq məcburiyyətində qalıbdır, sonra tabe olur. Bu deməli uyğun gələn fikirdir. Biri çıxırıq. Səlcuq sultanı Alparslana qarşı mübarizə aparmaları Qarəxanlı dövlətinə var yürüşü. Şirvanşahlar dövlətinə də deməli Alparslan özü 1063-1072-ci illərdə hakimiyyətdə olubdur. Şirvanşahlar dövlətinə də 1066-nı qeyd eləsək düz gəlir. Yəni bu da oxşar xüsusiyyətlərdən biridir. Dövlətin 3 paytaxtı olubmu? Hər ikisində Qaşqar, Balasagun, Uzgen bundadır. Şirvan, Şamaxı, Bakı şəhərləri də bundadır. Hər ikisinin 3 paytaxtı var. Abbasilər xilafətinin süqutu nəticəsində yaranmışlar. Hər ikisi Abbasilər xilafətinin süqutu yox, zəifləməsi nəticəsində yaranıbdır. Yəni çox gözəl sual tiplərindən biridir. Görürsünüz ki, 4 oxşar olmayan xüsusiyyətdir. 9-cu əsrdə yaranmış feodal monarx dövlətləri idi. Bəli, bu 840-da, bu da 861-də yaranıb. Hər ikisi monarxiyadır, hər ikisi də feodal dövlətdir. Ona görə bunu da çıxırıq. Cavab olur C variantı. Digərləri yanlışdır. 33. Erkən orta əsrlərdə Azərbaycanda torpaq mülkiyyət formaları, yəni 3-11-ci əsrlərə aid uyğunluğu istəyir. Əslində burada Xostakla Dastakert 3-7-ci əsrə aiddir. Qoy 3-7 yazaq. Hakim Sualiyə məxsus idi. Xostak xeyir. Bunu çıxırıq. Gəliri birbaşa xəzinəyə daxil olurdu. Xeyir. Hərbi xidmətə görə verilirdimi? Bəli. Xidmət müqabilində verilən torpaqlar idi. C-ni götürəcəyik. Digər variantları çıxacağıq. Yeni işarələyək. Bu tərəfə baxaq. Dastakert mülki xidmət müqabilində yox. Səhvdir. Bu Xostak idi. Ümumiyyətlə mülki xidmət səhvdir burada. İrisi torpaq mülkiyyəti idi. Bu düzdür. Dastakert irisi idi. Şərti torpaq mülkiyyəti idi. Xeyr. Dastakert şərti verilmirdi. 2-də də olmalıdır B variantı. 34. Xəritədə verilən dövlətin Ərəb dövləti ilə sxemdə verilən dövrlərinin oxşar cəhətlərini müəyyən edin. Bunu çox müəllim Səfəvi olaraq fikirləşibdir. Səfəvi dövləti olaraq. Çünki həm yaşıl rəngdə olmağı, həm Səfəvilərin ərazisinə uyğun olması adamı bir balaca çaşdırır. Amma bu Səfəvi yox, Sasani dövlətidir. Variantlara da fikir verin. Yəni variantlarda Səfəviləri qoyub fikirləşəndə tam uyğunluq alınmır. Yəni cavab heç cür çıxmır. Ona görə də Sasani dövləti nəzərə alınmalıdır. Əslində bu tip çaşdırıcılıqdır, yəni normal bir şeydir. Sualın səviyyəsinin artırılması üçün müəllim qərar verməlidir ki, hansı dövləti götürüb müqayisə eləsin və Sasani dövlətini götürüb Ərəb xilafətinin müxtəlif dövrləri ilə müqayisəsini aparmalıdır. Rəşidi xəlifələr dövründə Roma imperiyası ilə müharibə aparılması, deməli, Rəşidi xəlifələr hakimiyyətə 661-dən 600 daha doğrusu 30-dan 661-ə qədər uzaq düzgün yazaq. Hamısını 630-32. Bura Rəşidi xəlifələr dövrü deyilmir. Bu peyğəmbərin özünün hakimiyyət dövrüdür. Rəşidi xəlifələr deyəndə 632-dən 661-ə qədər olan dövr deyilir. O biri dövr Əməvilər 661-dən 750-yə qədər olan dövrdür. 750-dən də 1258-ə qədər olan dövr Abbasilərin dövrüdür. 1258. Roma imperiyası ilə müharibə aparılması, Roma imperiyası ilə müharibə apara bilməzlər Rəşidi xəlifələr. Çünki Roma imperiyası yox idi. Deməli, bu imperiya 395-də süqut edibdir. Biri çıxardırıq. Suriya uğrunda mübarizə aparılması.
Rəşidi xəlifələr Suriya uğrunda mübarizə aparıbdı. Sasanilər dövləti də deməli uğrunda Amid döyüşü vaxtında orada qeyd eləyir ki, Sasani şahının niyyəti Suriyanı ələ keçirmək idi, amma alınmır. Bu hər ikisinin ortaq cəhətidir. Göytürk dövlətinin bölüşdürülməsində iştirak etmələri belə bir şey nə Sasaniyə, nə də Rəşidi xəlifəyə uyğun deyil. İndi fərz eləyək ki, siz bunu səhvən Səfəvi olaraq fikirləşmişdiniz, yəni müqayisədə. Gördüyünüz kimi burada birinci hissədə Səfəvi fikirləşsəydiniz, heç bir şeyə uyğun qoya bilməzdiniz. Üçün A, B, C heç biri uyğun gəlməzdi. Ona görə də Sasani qoymağa məcbur idiniz. Davam eləyək. Əməvilər. Vergi sahəsində islahat keçirmələri. Əməvlərin vergi sahəsində islahatı var. 725-ci ildə siyahıya eləyiblər və vergilərin miqdarını artırıblar. O cümlədən Sasanilərin də vergi islahatı var Xosrovun vaxtında. A oxşardır. Qəlb pul kəsilməsinə qarşı mübarizə aparılması bu Əməvilərdə var, amma Sasanidə bu yazılmır. Xəzərlərin bir neçə dəfə yürüşünə məruz qalmaları. Əməvilər deməli baxırıq neçənci ildir? 661-750-dir. Xəzərlərin yürüşünə məruz qalıb. Sasanilər də Xəzərlərin yürüşünə müxtəlif dövrlərdə məruz qalıblar. A-nan C-ni götürəcəyik. Artıq cavab görsəndi. Davam edək. Abbasilər. Frank imperiyası ilə diplomatik əlaqələrin saxlanması. Sasanilərlə Frankın arasında heç bir əlaqə yoxdur. Abbasilər amma saxlayıblar Böyük Karlın vaxtında. Ona görə bu çıxırıq. Bərabərlik ideyalarının olduğu çıxışların baş verməsi. Birində Məzdək var, birində Xürrəmilər var. Ona görə B oxşardır. Zam vergisi olan cizyə isə yalnız Abbasilərə aiddir. Bu Sasanilərlə oxşar olmur. Düzgün cavabımız ona görə Y. 35. Sual işarəsinin yerinə yazmaq olar. Teymurun yürüşləri Kiçik Asiyaya, Cənubi Qafqaza, Ürgəncə və başqa hara gedib deyir. Hindistana gedib 1398-də Dehli sultanlığına. Qərbi Hun dövləti Çinə gedə bilmir, vəfat eləyir. Getmək niyyəti var idi. 1405-də vəfat eləyəcək. Səfəvi dövlətinin əlaqəsi yoxdur. Aqonularla bunun əlaqəsi yoxdur. Doğru yanlış sxeminə əsasən uyğun olanları seçin deyir. Doğru. Quldarlıq quruluşunun dağılması 2-3-cü əsrlərdə Romada kənd təsərrüfatına müsbət təsir göstərirdi. Quldarlıq quruluşunun qalması yox, dağılması, yəni zəifləməsi müsbət təsir göstərərdi. Yəni bu ifadə doğru deyil. Onu geriyə atırdı. Ona görə bundan işimiz yoxdur, getdik. Daxmalı qullar ailə qura bilərdilərmi? Qurardılar. Konstantin 2-ci əsrdə qulların öldürülməsini qadağan etmişdi. Konstantin 2-ci əsrin adamı deyil. Konstantin 313, 330, yəni bu 4-cü əsrin adamıdır. C variantında da uyğunluq pozulubdur. 1-ə B olmalıdır sadəcə. 1-ə B olan variantda bir dənə elə var. 1-ə B olan variant bir dənə hissədə var. Deməli 36-da C-ni x-ladıq. Sonra bu tərəfə baxaq. Yanlış. Daxmalı qul və kolon əldə etdiyi məhsulun bir hissəsinin sahibinə, qalan hissəsini isə dövlətə verirdi. Yanlışdır. Yəni bütün məhsulu bölüb başqalarına versə özü yaşaya bilməz. Ona görə də burada dövlətə verirdi ifadəsi yanlışdır və yanlışın sırasında yanlış verildiyinə görə A-nı götürəcəyik. Burada da B-ni götürmüşdük. Kanunlar azad və icarədar kəndlər idi. Bu doğru fikir olduğuna görə götürmək olmaz. Daxmalı qullar kolonlar kimi kiçik torpaq sahələri və əmək alətlərinə sahib deyildi. İfadəsi yanlışdır. Daxmalı qullar kiçik torpaq sahələrinə malik idilər. Çünki onların daxma tikmə hüquqları var idi. Daxma tikə bilərdilər və alətləri sahib deyildi yazıbdır və alətləri var idi. Ona görə də bu ifadə yanlış sırada verilibdir. 1-ə B olmalıdır, 2-yə də A, C olmalıdır. Digərlərini çıxırıq. 37. Osmanlı tarixinə aid uyğunluğu müəyyən edin. 14-ün ikinci yarısı, bir də 15-in ikinci yarısı verilibdir. Sərbədarilər üsyanının baş verməsi 1365-66-cı illərdir. Bu ümumiyyətlə Teymurilərin tarixinə aiddir. Moxas döyüşünün baş verməsi 1526-dakı döyüşü deyir. Bunun bu sualına əlaqəsi yoxdur, çıxırıq. 2-ci Mehmetin qanunnamə tərtib etdirməsi 1476-cı ildir. 15-ci əsrin ikinci yarısına düşür, çıxırıq. Əmir Teymurun İldırım Bəyazıtdə qalib gəlməsi 1402 Ankara döyüşüdür, çıxırıq. Bolqarıstan fəthinin başa çatdırılması 1396 Nikvol döyüşündən sonra bu düz gəlir. A-ya 5 olacaq. Artıq cavab çıxdı. Bu tərəfə baxırıq. Qoylisar da Ağqoyunlu dövlətinin qalib gəlməsi. Qoyluhisarda Ağqoyunlu dövləti yox idi, ona görə bu olmaz. Bir yanlışdır. Kosovo döyüşünün baş verməsi 1389-dur. 15-ci əsrin ikinci yarısına yox, 14-cü əsrin ikinci yarısına düşür, olmaz. İstanbul şəhərinin paytaxt elan edilməsi 1453. Konstantinopolin fəthindən sonra bu düzdür. 1-ci Səlimin hakimiyyətə gəlməsi 1512. Bu olmaz. Silmən döyüşünün baş verməsi 1371. Bu da 14-cü əsrin yenə ikinci yarısına düşür. Cavab burada A, 5, B3 olmalıdır. Davam eləyək.
38. Sxemaya əsasən dövlətlərin qədim tarixi ilə bağlı düzgün sıranı müəyyən edin. Burada qədim sözünə diqqət edin. Çünki Albaniya ilə bağlı qədim dövr 3-cü əsrdə bitib. 3-cü əsrdən sonra olanlar qədim dövr deyillər. Və bu müəllimlər çox səhv yazıblar bunu. Elə ona görə birinci Albaniya tərəfini izah etmək istəyirəm. Deməli, ABN Kilsə Məclisinin çağırılması 488-dir. Bu qədim dövr deyil. Qəbələ şəhərinin dövlətin paytaxtının olması qədim dövrünə aiddir. Quldarlıq münasibətləri yüksək inkişaf etməmişdir, qədim dövrünə aiddir və düzgün fikirdir. 4-cü əsrdə Hunların yürüşünə məruz qalmışdır, qədim dövrü deyil. İşquz dövlətinin varisi olmuşdur, bu onun qədim dövrünə aid və düzgün fikirdir. Həqiqətən də İşquz dövlətinin İskit dövlətinin yəni varisidir. İndi baxaq. Manna Atropatena hissəsində izah edək. Manna Urartu hökmdarları ilə bir müddət ittifaqda olubmu? Olubdur. Bu düz fikirdir. Kerifto abidəsi onun ərazisində aşkarlanıbdır. Bu da düz fikirdir. Amma sırada uyğunluq pozulmuşdur. Fikir verin. Ona görə biri götürə bilmərik. Manna Midiyaya qarşı mübarizədə Assurun müttəfiqi olubmu? Olub. Yəni hardasa 612-ci ildəki hadisələrdən söhbət gedir. Orada ittifaq var. Bu düzdür. Eradan əvvəl 3-cü əsrin birinci yarısından yerli pulların kəsilməsi, ümumiyyətlə Atropatenada təzə kitabda pul məsələsini çıxardıblar. Yerli pul məsələsi də Albaniyaya aiddir. Bu səhvdir. İkinci sırada da uyğunluq pozulub. 3. İşğalçı müharibələr, yəni nə birdə nə ikidə uyğunluq gözlənilmədi. İşğalçı müharibələr aparmışdır. Manna işğalçı müharibə aparmayıbdır. Elə bu səhvdir. Roma təhlükəsinə qarşı Parfiya ilə ittifaqda olubmu? Atropatena Roma təhlükəsinə görə bəli. Parfiya ilə 53, 36, 38 bu dövrlərdə yəni yaxınlıqları var. Bu düzgün fikirdir, amma fikir verin, sıra yenə pozuldu. 4. Mannada heroqlif yazı sistemindən istifadə edilibmi? Bəli, edilib. Ərazisinin böyük bir hissəsi Azərbaycanın cənubunu əhatə edibmi? Edibdir. Bu sırada da fikir verin, sonuncu hissədə uyğunluq pozulubdur. 5. Mannan vilayətləri canişinlər vasitəsilə idarə olunurdu, düzdür. İmperiyanın parçalanması nəticəsində yaranmışdı. Atropatena İskəndər imperiyasının parçalanması nəticəsində yaranıbdır və bu sırada uyğunluq nəhayət ki gözlənilibdir. Digərləri yanlışdır. Çox gözəl suallardan biri idi bu da. Ümumiyyətlə yarımbölmə sınağı eləyəndə çalışıram ki, daha qəşəng sualları seçim qoymura. 39. Terik döyüşünə aid olan səciyyəvi xüsusiyyətləri müəyyən edin. 1395-də Teymurla Toxtamışın arasında olubdur. 14-cü əsrin sonlarında baş veribmi? Bəli. Qızıl Ordu dövlətinin süqutu sürətlənibmi? Bəli. Moskva knyazlığının yüksəlişinə səbəb olubmu? Bəli. Çünki Qızıl Ordu onu tarazlayırdı. Qızıl Ordunun özünə zərbə dəydiyinə Moskvanın yüksəlişinə səbəb oldu. Hindistanın şimal-qərbi Əmir Teymurdan asılı vəziyyətdə düşdü. 1398-də bu əlaqəsizdir. Şirvanşahlar dövləti asılı hala salındı. Bu ümumiyyətlə Teymurun Azərbaycana yürüşləri ilə əlaqədar bir hadisədir. Teriklə əlaqəlidir. Terikdə əksinə müttəfiq idilər. 1, 2, 3 olacaq düzgün cavab. 40. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Bu da yeni sual modellərindən biridir. Qədim Hindistan, Sparta, Misir, Şumer, Qədim Çin. Əvvəlcə burada A-dan Y-yə qədər olanların qarşısına dövlət yazırıq. Hansı dövlətlər bizə lazım deyil, birinci olaraq ixtisar eləyirik. Dağlar və dənizlər haqqında kitab yazılmışdır. Bu Çinin tarixinə aiddir. Kvadrat və kub kökləri çıxara bilirdilər. Bu Hindistan tarixinə aiddir. Hindistan yazırıq. Çoxtanrılı dinə malik idi. Bu hamısına aid olacaq. Dərslərdə divar lövhələrindən istifadə olunurdu. Şumer. Məsələ misal topluları yaradılmışdı. Bu da Şumer. Deməli, Çin, Hindistan, Şumerə aid olanları saxlayaq, digərlərini çıxardaq. Burada Spartaya aid heç nə yoxdur. Misirə aid heç nə yoxdur. 2 ilə 3-ü biz ümumiyyətlə istifadə eləməyəcəyik. 2 ilə 3-ü hətta cavabı rahat tapmaq üçün istəyirsiniz variantlardan da çıxardın. 2, 3 görsə artıq B variantı görsəndi. Heç sxemə baxmadan. İndi sxemə baxıb yerinə otuzduraq. Baxın D ilə Y yan yanadır. Burada da 2 dənə Şumerə aid ifadə var. Ona görə 2 nömrənin Şumer olduğunu bilirik. 2-yə 4 olacaq. Baxın Şumerin nömrəsi də 4-dür. 2-nin yanında 4 olmalıdır deməli. Sonra 2-nin yanında 4 olanda digərlərində də 1-ə 5 qalacaq. 1-ə Qədim Hindistan, Qədim Çin bura qalacaq. 3-ə də 1 qalacaq. Burada bunların elə də böyük bir əhəmiyyəti yoxdur. Yəni yerləri fərqli də ola bilərdi. Sadəcə artıq siz burada cavaba da baxıb bir növ uyğunluğu tapmalısınız da ki, hansıdır. Onsuz da cavab çıxıbdı. Davam edək. 41. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Monqol dövləti, Teymurilər dövləti. Bir müddət sonra dövlət rəsmi olaraq Turan adlanmağa başlamışdı. Turan adlanan dövləti Teymurilərdir. 2-yə yazırıq. Oxşar. Teymurilər dövləti 3-dədir. 3-ə yazırıq. Deməli, A. Dövlətin ərazisinin uluslara bölünməsi ortaqdır 2-yə B. Çinin böyük bir hissəsini işğal etməsi Monqol yazırıq 1-ə C. Cənubi Qafqaza yürüşlər edilmişdir hər ikisi. D-ni ortaya qoyuruq. 14-cü əsrin birinci yarısında İslam dini rəsmi din elan edilmişdir. 1313, 1343 deyirsə,
Bu nə Monqol dövlətidir, nə Teymuri. Bu Qızıl Ordu dövlətindəki Özbək xandır. Ona görə yeni heç birinə aid eləməyəcəyik. 1-ə C, 2-ə B-dir, 3-ə də A olmalıdır. Bunu işarə eləyək. Digərlərini çıxaq. 42. Lullubi erkən dövlətindən fərqli olaraq Aratta erkən dövləti, Kuti erkən dövləti. Dini idarələrin başında Maşmaş adlı kahin dururdu. Bəli, Arattaya aid xarakterik bir xüsusiyyətdir və Lullubidən onu fərqləndirir. İkisi arası ilə iqtisadi mədəni əlaqələr hamısında var. Bu olmaz. Babil dövlətinin yürüşü nəticəsində süqut etmişdir. Xeyr, belə bir şey də yoxdur. 1-ə A-nı götürəcəyik. 1-ə A-da tək bir dənə yerdə var, saxlayaq. Akkad dövlətinin süquta uğradıbmı? Kutilər uğradıbdı 22-ci əsrdə. Daha doğrusu 24-22-ci əsrlərdə mövcud olubdu. 22-də son qoyublar. 100 il orada hakimiyyətdə olublar. Eradan və 3-cü min ikinci yarısında meydana gəlibmi? Hər ikisi. Bu oxşar cəhətdir. Ona görə götürə bilmərik Lullubi ilə. Assur dövlətinə qarşı mübarizə aparmışlar. Bu dövrdə Assur yoxdur. Akkad desəydi hardasa düz ola bilərdi, amma Assur yoxdur. Ona görə 1-ə A, 2-ə olmalıdır. 43. Çingiz xan və Əmir Teymurun fəaliyyətinə aid oxşarlıqlar. Osmanlı dövləti ilə müharibəni Teymur aparıb. Bu olmaz. 1402 Ankara döyüşündə. Yeni bir dövlətin əsasını hər ikisi qoyub. Çingiz 1206-da, Əmir Teymur 1370-də. Azərbaycan torpaqlarına yürüşlər təşkil edibdi hər ikisi. Monqolların yürüşü siz bilirsiniz ki 1220-22 var. Əmir Teymur da özü gəlibdi 1386-dan. Çinin cənub hissəsini ələ keçirən isə ümumiyyətlə heç biridir. Çingiz xan şimal hissəsini 1211-15-ci illərdə ələ keçirmişdi. O cənub hissə isə Xubilay xanla bağlı orada ifadə var ki, ona aid edilirdi. Ona görə bunları da çıxırıq. 44. Sxemdə göstərilən səyahətləri müvafiq olaraq uyğunlaşdır. İspan dənizçiləri Avropadan qərbə tərəf üzərək geri qayıda bildilər. Bu Magellana aiddir. 1519-1522-ci illər. Magellan. Bunu xəritədə də indi çox rahatlıqla tapacağıq. 19-22-ci illər. Bax, İspaniyadan deyir başlayıb, gedib, baxın fırlanıb qayıdıb gəlirlərsə, bu qırmızı xəttdir. Qırmızı xəttdə 3 ilə göstərilibdir. Ona görə 3-ə A olmalıdır. Sonra Kalikut hakimi ilə baş verən münaqişə qısa çəkdi və Vasco da Gamanın üstünlüyü ilə başa çatdı. Bu düzdür. Vasco da Gamanın ilində yazaq 1498, həqiqətən də Kalikut limanına gəlib çatan budur. B variantında qoyacağıq bu bənövşəyi rəngdə olan yerə. Hindistana görürsüz gəlib çatıbdı. Yəni çox rahatlıqla görmək olur. 2-yə B olacaq ona görə. Davam edək. Kuba, Haiti adaları kəşf edilsələr də xəyallarda olan qızıl və digər qiymətli metallara rast gəlinmədi. Kuba ilə Haiti də bax burdadır. Yaşıl rəngdə olanda gedir ora. Ona görə də 1-ə olmalıdır C variantı. Sonra Bartolomé Diaşın başçılıq etdiyi Portuqaliya ekspedisiyası Afrikanın qərb sahilləri ilə üzərək qitənin cənub qurtaracağından keçdi və ilk dəfə Hindistana çatdı. Xeyr, Bartolomé Diaş 1487-88-ci illərdə ora çatmayıbdı. Hind okeanına çıxıb, amma Hindistana çatmayıb. Bunu çıxardırıq. Onlar kəşf olunan yerin Hindistan olduğunu dəqiqləşdirdikdən sonra gördükləri yerliləri Hindu adlandırdılar. Hindistan olduğunu dəqiqləşdirdikdən sonra demir. Orada Christopher Columbun səyahəti ilə əlaqədar 92-ci ildə deyir ki, onlar ehtimal elədilər ki, Hindistana çatıblar. Yəni təxmini dedilər, bura Hindistandır, bunlar da Hindudur. Ona görə yalnız A, B, C-ni istifadə edəcəyik. Çox gözəl yenə suallardan biri idi. Davam edək. 45. İngiltərə müvafiq olaraq 11 və 12-ci əsr tarixlərinə aid xüsusiyyət, əhali üzərinə qoyulan ağır vergilər Poitiers döyüşündə qalib gəlməsi ikinci tərəfindən izah eləyək. Poitiers burada 1356-dır, bu olmaz. Cressy digərində 1346-dır, Cressy döyüşündə Fransa ordusunun məğlub olması olmaz. Muzlu qoşunun deməli saxlanmasının daha ucuz başa gəlməsi, məhkəmə islahatının keçirilməsi. Məhkəmə islahatı 12-də var, amma C variantında bu muzlu qoşun məsələsi düz gəlməz. Hastings döyüşünün nəticəsində mərkəzləşdirilmiş dövlətin əsasının qoyulması 1066 bu düzdür. Zəncavərlərdən qalxan pulu adlı verginin yığılması, bu da 12-ci əsrdə Henrixin vaxtına düşürdü. 12-ci əsr, 2-ci Henrixdir. D variantı yerli əhalinin hərbi xidmətdən boyun qaçırması, qalxan pulu düzdür, amma birinci hissəsi düz deyil. Ona görə də burada D variantı olmalıdır. 46. Moskva knyazlığının 16-cı əsrinə aid yanlış fikri müəyyən edin. Rus deməli knyazlıqlarının Moskva knyazlığı ətrafında birləşdirilməsi başa çatdı. Vahid Rusiya dövləti yarandı. Düzdür. 16-cı əsrə aiddir. Şərq ölkələri ilə birbaşa ticarət əlaqələri saxlamaq imkanları qazandı. Rus tacirlərinin maraqlarına cavab vermədiyi üçün Moskva şirkətinin fəaliyyəti ölkə ərazisində dayandırılmışdı. 4-cü İvan bunun fəaliyyətini dayandırıbdı. Eyni zamanda şərq ölkələrinin ticarətdəki bu qazan həştərxananın tutulmasıdır, yenə ora düşür. Bu dövrdə Sibir axınları davam etdirən ruslar Sakit okeanadək əraziləri dövlətə daxil etdilər. Bu 1598-də Sibiri eləyiblər, tutublar, amma
Sakit Okeana çatmaları 16-ya yox, 17-ci əsrdə gedib orada çatırlar. Ona görə C-də uyğunluq pozulub. 4-cü Ivan Grozny ilk rus çarı oldu 1547-də düzdür. O mərkəzləşdirilmiş idarəetmə sistemini təşkil edərək dövlət aparatını təkmilləşdirirdi. Hərbi sahədə qayda-qanun yaratdı, bu düzdür. Çıxardırıq D-də. İşğalçılıq planlarında Volqaboyu ərazilərə yiyələnmək əsas məqsəd sayılırdı. Türk xanlıqları daxilindəki baş verən qarşıdurmalardan istifadə edərək Qazan, Həştərxan və Sibir xanlıqlarını işğal etdi fikri də doğrudur. Cavab C. 47. Uyğunluğu müəyyən edin. Deməli 3 dənə dövlət, əvvəlcə deyək hansıdır? 3 nömrə İspaniya, 3-dən başlayaq deməyə. Bu İtaliya ərazisidir 5 nömrə. Bir balaca parçalanmış vəziyyətdə olmağı yəqin ki, sizə işarə verir. İngiltərə. Görürsünüz ki, yəni parçalanma dövrüdür. Fransa, orta əsrlərlə bağlıdır sual. Və bu da Rusiyadır. İndi baxaq. 3-cü səlib yürüşündə iştirak etmişdimi deyir. 1-dən 5. 3-cü səlib yürüşündə fransızlar, almanlar, ingilislər iştirak edibdi. 5 iştirak eləməyibdi İtaliya. Uyğunluğu istəyir, ona görə biri çıxardıq. 15-ci əsrdə müxtəlif səyyahları coğrafi kəşflər üçün göndərmişdirmi deyir. 2 ilə 3. 3 göndəribdi. Amma ruslar səyyah göndərmirdi, bu yazılmır, ona görə səhvdir. Sonra deyir ki, 4 ilə 5 birinci səlib yürüşündə iştirak edibmi? Bəli, Verden müqaviləsi ilə biz yadda saxlayırdıq ki, Almaniya, Fransa və İtaliya birinci səlib yürüşündə iştirak ediblər, 3 düzdür. 100 illik müharibə nəticəsində məğlub olmuşdur, 1 və 4 yazmışıq. 100 illik müharibə nəticəsində biri məğlub olmuşdu, yəni 1 nömrə. Əgər desəydi ki, iştirak etmişdi, onda doğru olardı. 4-ü çıxardıq. Coğrafi kəşflər nəticəsində geniş müstəmləkələr sahib olmuşdur, deyir 3 və 4. Baxırıq, İspaniyada, Fransada həqiqətən də geniş müstəmləkələrə sahib olubdur. 3-dən 5-də uyğunluq gözlənilibdir. Cavab Y variantı. 48. Hadisə nəticə əlaqələri düzgün verilmişdir. Mərv döyüşü Səfəvi dövlətinin imperatorluğa çevrilməsi 1510-da bu doğru fikirdir. Yandırılmış torpaq taktikası Saldıran döyüşündə Osmanlıların məğlub olması bu yanlış fikirdir. Molla Həsənli döyüşü Dərbənddən başqa bütün Şirvan torpaqları azad edildi deyir. Molla Həsənli döyüşü 1578-ə düşür və düzləyir 1-3. Zabanı döyüşü Ağqoyunlu dövləti süqut eləməyibdir. Şirvanşahlara zərbə vurulubdur orada, bu yanlışdır. Amasya müqaviləsinin imzalanması 1-ci Səfəvi Osmanlı müharibəsini bitiribdir 1555-də. Cavabımız 1, 3, 5 olmalıdır bu sualda. Digərlərini çıxardaq. 49. Hansı rəqəmlərin yerini dəyişsək düzgün xronoloji ardıcıllıq alınar? Əsəd döyüşü 1410, Sərdurud döyüşü 1408, Baharlıların Şəkiyə hücumu 1409. Xatırlayırsınızsa, videoya başlayanda bunu da demişdik. Bu yenə salmışdıq xəritədən. İbrahimin Şərqi Gürcüstana tabe etməsi 1407. Seyid Əhmədin hökmdar Qara Yusifə məğlub olması, hökmdar Qara Yusifdə yazmışıq ki, yəni çaşqınlıq yaranmasın. 1412-də döyüşdə bu da iştirak edib və məğlub olubdur. Deməli, burada yeri dəyişməlidir 1 ilə 4-ün. Yeri dəyişməlidir ki, ardıcıllıq doğru olsun. Sonra 50, 6 hissəyə parçalanmış tarixi məlumatı ardıcıllıqla düzün. Burada mətni oxumayacağam mən. Sadəcə A və deməli D variantlarını izah edəcəm. Çünki artıq burada cavablar təxmini görsənir hansıdır. Əsas ən çaşdırıcı yeri 1-2 və 2-1 olmalıdır. Deməli, 1-də deyir ki, bu mətndə bu arada, yəni özümüzdən deyil, 10-cu sinif Azərbaycan tarixi dərsliyində olan mənbə sualıdır. Oradan salmışıq bunu, o parçalanmışıq və məntiqə uyğunlaşdırmışıq. Deməli, deyir ki, 1-də 971-ci ildə Salari İbrahimin Gəncədəki naibini qovaraq burada hakimiyyəti ələ keçirdilər. 2-də də deyir ki, müharibədə Əbülhəsən Ləşkəriyə gücü çatmayan Salari hökmdarı İbrahim İbn Mərzban onunla müqavilə bağladı və Şəddadilər dövlətini rəsmən tanımağa məcbur oldu. Burada diqqət olunmalı məqam nədir? Mənbəni bilərsiniz, bilməlisiniz, o ayrı məsələ. Amma 2 nömrəyə fikir verin, deyir ki, Şəddadi dövlətini tanımağa rəsmən məcbur oldu. Bu bizə artıq işarə verir ki, birinci 1 olmalıdır. Yəni 971-də naibi qovmalıdırlar, Şəddadilər dövlətini birinci növbədə yaratmalıdırlar. İkinci növbədə bu adamla mübarizə getməlidir və orada deməlidir ki, İbrahim onunla müqavilə bağlamağa məcbur oldu və Şəddadilər dövlətini tanıdı. Yəni olmayan bir şeyi tanıya bilməz. Deməli dövlət var, yaradıblar, bu da onu tanıyır müqavilə ilə. Ona görə də cavab olmalıdır A. Yəni bu mənbə sualı olsa da bəzən müəllimlər deyir, mənbə sualı düşmür. Bunun əslində elə bir qayda yoxdur, mənbə sualı düşmür. Birinci növbədə düşür. İkinci növbədə bu sualı mənbə yox, biz məntiq eləmişik ki, daha gözəl olsun, daha yəni bir faydalı olsun. Bu da belə. Kurikulum suallarında izahını mən vermirəm. İzlədiyinizə görə sağ olun. İstəyirsiniz kurikulum suallarını da göstərim. Əgər testi yazmayan varsa, test açıq şəkildə Google Formsdan paylaşılıbdır. Kurikulum suallarımız da bunlar idi. 59
58, 59 və 60.